tərəfindən açılmış pomidorlardır və bu da tələblər bunları yetişdirirlər və bu məhsullardan onlar özləri öz qidalanmasını istifadə edirlər və istəyirəm ki, burada sizə göstəreyim. Burada demək olar ki, zərərli maddələrdən istifadə olunmur, sadəcə təbii olaraq yetişdirilir və tələbələrin öz əmək nəticəsində ərsəyə gəlir və mən istəyirəm ki, burada bunun bir dadına baxaq. Neçə nəfərsiniz? Əslində görüntü olaraq çox yaxşıdır və düşünürəm ki, artıq gələcəkdə buranın məzunları öz belə deyək, təsərrüfatlarını qura bilərlər və həmin təsərrüfatın məhsulundan da sahibkar kimi belə deyək, gəlir əldə edə bilərlər. Və yaxud da ki, onların öz təcrübəsi kənd təsərrüfatı inkişafında istifadə oluna bilər. Və tam səmimi şəkildə bunu dadıb sizə bildirəcəm. Çox böyüyünü verdim. Əslində çox gözəl dadı var. Sanki elə bir duz üzərində. Yəni buna duz tökməyə ehtiyac yoxdur, çox dadlıdır. Həm də yerli məhsul olduğuna görə xüsusi olaraq yəni diqqətlə tələbələr tərəfindən yetişdirilir.